Salam əziz 9-cu siniflər, hər vaxtınız xeyir. Mən Sona Məmmədova, Ellər Akademinin Azərbaycan dili müəllimiyəm. Bildiyiniz kimi bu həftə artıq 1-ci zona imtahanıdır və 9-ların ilk imtahanıdır bu il üçün. Bilirəm əksəriyyətiniz həyəcanlısınız. Həm bu həftə imtahan olacaqlar, həm ümumiyyətlə bu ay ərzində imtahanı olacaq şagirdlər çox həyəcanlıdır. Rəylərdən də xahişinizi nəzərə alıb belə bir 9-lara dəstək videosu çəkmək istədim. Fikrinizi, həyəcanınızı rəylərdə bölüşə bilərsiniz bizlə. Hər birini cavablandıracağam. Məsələn, əgər suallarınız varsa, nələrə diqqət yetirməliyik və sair kimi ağlınızda hər hansı bir sual varsa rəylərdə yaza bilərsiniz. Bundan başqa bir də bir şey demək istəyirəm ki, bizim həm blok qruplarımız davam eləyir. Bloka da hazırlaşmaq istəyənlər varsa, bəlkə bu videonu izləyirsə, onlar da bu arada soruşursunuz bəzən, qoşula bilərlər, hələ də gec deyil. Bundan başqa həmçinin bizim yay qrupumuz başlayır. Yay qrupu dərslərimiz 16 aprel başlayır inşallah. Və istəsəz 2 aylıq gözəl bir proqramla, xüsusilə 10-cu siniflər, 8, 9, 10-cu siniflər gələn ilə əgər möhtəşəm başlamaq istəyirsə, Azərbaycan ilə güclü olaraq başlamaq istəyirsə, heç bir zəifliyi qalmayan bir olaraq başlamaq istəyirsə, dərslərimizə qoşula bilərlər. Yəni 2 aylıq bir proqram hazırlamışam və sıfırdan qrammatika mövzu izahları, həmçinin mətn taktikaları, demin 20 sınağından olan sınaqların işlənilməsi, yəni gözəl bir 2 aylıq proqram sizlərlə olacaq. İstəsəniz qoşula bilərsiniz aşağıda gördüyünüz nömrələrə yazaraq. Sona müəllimənin dərslərinə qoşulmaq istəyirəm deməyiniz yetərlidir. Amma yay qruplarımı, yoxsa blok qruplarımı onu da qeyd etməyiniz məsləhətlidir. Nəysə, gələk bugünkü mövzumuza. Deməli, dediyim kimi ilk öncə, bu arada deyim nə olacaq. Mən keçən ilin 21 aprel 9-lara düşən sınağını seçdim rastgələ və istəyirəm ki, onu sizinlə bir yerdə işləyək, bugün müzakirə eləyək. Yəni keçən il nələr düşübmüş, bu il nələr düşmə ehtimalı var, nələrə diqqət yetirək, bu kimi məsələlərə sınağın üzərində, sınağın deyil də, yəni keçən ilin qəbulunun üzərində, buraxılışın üzərində bir yerdə müzakirələr aparaq. Amma bundan əvvəl sizinlə qısaca bir motivasiya danışması eləmək istəyirəm, motivasiya söhbəti. Gənclər, bu sizin 11 illik olacaq həyatınızda İlk imtahanınızdır, yəni ilk mərhələ 9-cu sinif imtahanıdır. Və bu sizin üçün ilk ciddi imtahandır deyə hər birinizi çox yaxşı başa düşürəm ki, xüsusilə öz şagirdlərimdə, YouTube izləyicilərimizdə ayrıca bir həyəcan var. Əlbəttə ki, bu normaldır. İlk öncə bunu qəbullanmalıyıq. Baxın, həyəcanlanmanız sizin hər şeyi əlinizə, üzünüzə bulaşdıracaqsınız kimi bir hiss verməsin. Bu həyəcan normaldır. Hər birimiz insanıq, insani hisslərimiz var, imtahandır. Bu da sizin, yenə deyirəm, orta məktəb həyatınızda, yəni bu dövrdə verdiyiniz ilk imtahandır deyə, ilk ciddi imtahandır deyə əlavə bir həyəcan var. Əlbəttə ki, bu normaldır. İlk öncə bunu qəbul edirik. Daha sonra, yəni bu həyəcanımıza görə özümüzü qınamırıq. Çünki biz robot deyilik, həyəcanlanmamız normaldır. Daha sonra İkinci bir məsələ. Amma imkan verməyin ki, bu həyəcan sizin biliyinizi tətbiq eləməyinizə mane olsun. Buna imkan verməyin. Neyləyin? Həyəcanınızı idarə edin uşaqlar. Həyəcan olmağı normaldır, bunu qəbul edirsiniz, buna görə özünüzü qınamırsınız. Amma bir tərəfdən də iradəli olub o həyəcanı balansda saxlamağa çalışırsınız. Yəni imkan verməyin ki, o həyəcan sizi bildiklərinizi unuttursun. Bu arada bu aralar elə hiss eləyə bilərsiniz ki, bildiklərimiz də unudulub, mən heç nə bilmirəm, mən keçdiklərimi unutmuşam. Bu hiss də normaldır. O hiss hamıya gəlir. İmtahana az qalmış. Bu da normaldır. Siz hər şeyi bilirsiniz, siz hər şeyi keçmisiniz. Bu qədər əziyyət çəkmisiniz, aylardır hazırlaşırsınız. Elə bir şey ola bilərmi ki, siz heç nə bilməyəsiniz? Və yaxud da elə bir şey ola bilərmi ki, sizin əməyiniz bu qədər aylardır əmək çəkirsiniz və əməyiniz götürülüb zibil qabına tullansın. Əlbəttə ki, elə bir şey yoxdur. O hər biri sizin beyninizdədir, xəzinədədir və mümkün deyil ki, yəni siz o bilikləri unudasınız. Narahat olmayın. İmtahanda hər biri suallarda yadınıza düşəcək. Bunu tam əminliklə deyə bilərəm. Yəni özünüzə inanın uşaqlar, özünüzə inanın, motivasiyanızı saxlayın, qoruyun, yaxşını düşünün. Yaxşı olacaq əlbəttə ki, yenə deyirəm, bu qədər çalışmısınız, bu qədər çabalamısınız. Mümkün deyil ki, bu əziyyətiniz boşa getsin. Mümkün deyil, bunu unudun. Yəni çalışan hər zaman qazanır. Siz də çalışmısınızsa, əlbəttə ki,
ekranlarda o mesaj gələndə o anı düşünün ki, istədiyiniz bal, istədiyiniz rəqəm ekranda görünəcək və siz sevincinizdən uçacaqsınız. Bir sözlə belə. Bir də digər bir məsələ isə uşaqlar, bir də imtahanda vaxt bölgüsünə diqqət yetirin. Yəni çox şagirdlər məsələn bir fənnə daha çox vaxt ayırır. Yəni çox üstünə düşür, 2 saat onu eləməyə çalışır, amma baxır ki, imtahanın bitməsinə 20 dəqiqə var, hələ bir fənni durur. Elə eləməyin. Söz yox, indi əlbəttə ki, bəzi fənlər daha çox vaxt aparır, bəzi fənlər nisbətən az vaxt aparır. Məsələn, bildiyim qədərilə həmkarlarımın ingilis dili daha az vaxt aparan fəndir. Məsələn, ingilis dilinə özünüzə uyğun vaxt bölün. İndiyə qədər sınaqlarda iştirak eləmisiniz. Necə eləmisinizsə, o şəkildə də orada eləyin. Yenilik yoxlamayın uşaqlar. İndiyə qədər sınaqlarda necə işləmisinizsə, nədən başlamısınızsa, hansına daha çox vaxt ayırmısınızsa, elə o qayda ilə də kodlaşdırmanı necə eləmisinizsə, elə o qayda ilə də imtahanda da eləyin. İnşallah yaxşı olacaq, yenə deyirəm. Yəni hansına daha az vaxtınız gedirsə, məsləhətdir ki, ondan başlayasınız, onu aradan çıxarasınız. Ondan sonra digər fəndə, məsələn, Azərbaycanla başlaya bilərsiniz, sonra da riyaziyyata. O yenə deyirəm, sizin özünüzdə, yəni sınaqlarda necə eləmisinizsə, o şəkildə davam edə bilərsiniz. İnşallah yaxşı olacaq. Hər birinizə uğurlar arzu eləyirəm. İnşallah xoş xəbərlərinizi bu videonun altında yazasınız. Çünki 11-lərin əksəriyyəti öz fikirlərini videonun altına geri dönüşlərini yazmışdı. Əvvəldə yazmışdı ki, müəllimə, mənim balım, hədəfim budur. Mən bunu yığıb buraya gəlib yazacağam, təsdiqləyəcəm. Və həqiqətən də o qədər sevindirici bir hal idi ki, imtahandan sonra həmin rəqəmi təsdiqləyənlərin sayı çox oldu, həmin rəqəmi keçənlər. Ondan biraz az olanlar da olmuşdu, amma olsun, hər birinin nəticəsi çox yaxşı idi. İnşallah ki, sizin də hər birinizin nəticəsi çox yaxşı olar və rəylərdə də qeyd eləyərsiniz ki, istədiyiniz rəqəmi yığdınızmı, yığmadınızmı? İnşallah yığacaqsınız, narahat olmayın. 5-10 bal o tərəf, bu tərəf ola bilər əlbəttə ki. Hər birinizə bol-bol uğurlar arzu eləyirəm və indi isə keçək bu il nələr düşə bilər, keçən il nə düşüb, onun üstündə bir müzakirələr aparaq. Uşaqlar, əslində mən deyərdim ki, məsələn, bu imtahan çox rahat olub. Niyə? Çünki özünüzdə görəcəksiniz, suallara nəzər salsaq. Bir dəqiqə. Qələmi bu şəkildə tapmağa çalışdım. Uşaqlar, biraz narahatdır bu niyəsə. O birisi açılmadı, o bir proqram yox. Deməli, davam edək. Birinci sualda məsələn nəyi soruşub? Qeyri-müəyyən şəxsi cümləni soruşub. Qeyri-müəyyən şəxsi cümlədə həm də sizdən təkrar eləmiş olaraq bu arada uşaqlar. Qeyri-müəyyən şəxsi cümlədə necə idi yadıma salıram. Üçüncü şəxsin xəbəri üçüncü şəxsin cəminə aid olmalı idi. Mübtədam fakt gözümün qarşısında olmamalı idi. Yəni bu şəkildə. İndi baxaq. Uşaqlar Qız Qalasının zirvəsində dayanmışlar. Nə etmişlər? Dayanmışlar. Kim uşaqlar? Mübtədamlar atdım. Müəyyən şəxs. Cüzəni payızda sayarlar. Nə edərlər? Sayarlar. Deməli, kim? Onlar. Amma bir şey var. Bu qeyri-müəyyən şəxsi cümləyə oxşasa da uşaqlar, amma bu atalar sözü olduğu üçün qeyri-müəyyən yox, ümumi şəxs olacaq. Həkimlər xəstəni müayinə etdilər. Müayinə edən həkimlərdir. Mübtədamız var müəyyən şəxsli. Hər sözə qulaq asmazlar. Atalar sözüdür. Mübtədamız yoxdur, ümumi şəxsli. Səhərə yaxın bizi oyatdılar. Aha, nə etdilər? Oyatdılar. Kim? Onlar. Görürsünüzmü? Onlar yoxdur cümləmizdə. Həqiqətən də atalar sözü falan deyil və cavabımız olacaq bu. Yəni qeyri-müəyyən şəxs cümləmiz Y variantı idi. Sonra biri mürəkkəb cümlə deyil. Bu da rahat sualdır. Mürəkkəb cümlədə nə olmalı idi? Ayrı-ayrı mübtəda xəbərlər olmalı idi. Yəni ayrı-ayrı qrammatik əsası olmalı idi. Hindistanda olduğumuz zaman bu böyük ölkə həqiqətən də müstəmləkə vəziyyətində idi. Nə idi? Müstəmləkə vəziyyətində idi. Nə? Hara? Ölkə. Bunun elə bir mübtəda xəbər var. Bu ara sözdür, bu heç. Nə zaman? Hindistanda olduğumuz zaman zərflik. Hansı ölkə bu? Hansı ölkə böyük? Əlbəttə ki, elə cavabımız A variantıdır ki, sadə cümlədir, bir qrammatik əsası var. Məsələn, burada ki-ni görürəmsə, bu tabeli mürəkkəb cümlədə artıq bağlayıcınız var, ki bağlayıcısı. Mənə bu yerlər doğma idi, lakin indi heç nəyi tanıya bilmirdim. Necə idi doğma idi, nə yerlər? Nə edirdim, tanıya bilmirdim. Kim? Mən. Ayrı-ayrı qrammatik əsası var, mürəkkəb cümlədir. Bu saray gözəl və yaraşıqlı idi. Gözəl idi, yaraşıqlı idi, nə saray? Nə etmişdilər, tikmişdilər? Kim? Hindustalar. Ayrı-ayrı mübtəda xəbər var. Mürəkkəb. Yağış yağır. Ayrı mübtəda xəbər. Torpaq doymaq bilmir. Ayrı mübtəda xəbər. Və cavabımız olur A variantı. Daha sonra deməli 33 və 34-cü suallara baxaq. Deməli, hansı dərəcədə eyni hərəkəti bildirən sinonimlər verilmişdir? Çox asan sual. Yəni danlamaq, başa salmaq
eyni hərəkəti bildirən sinonimlər. Bu frazoloji birləşmədə, amma bu deyil, bəri başdan çıxıram. Başlamaq, qurtarmaq antonimdə çıxıram. Oturmaq, əyləşmək, bəli, eyni hərəkəti bildirir həqiqətən də və sinonimdir. İşte feildir. Bu arada sinonim antonimlərdə nəyə baxmalıydıq? Tərəflər eyni nitq hissəsi olmalıdır. Gəlmək, getmək antonimdir. Demək, eşitmək, bu da yox, az qala antonimdir. Bəli, bu da deyil. Deməli, cavab oldu C. Mübtədası söz birləşməsi olsun, xəbəri feil olsun. Aha, nə etdilər? Çağırdılar. Kim? Onlar. Mübtədam heç yoxdur. Ona kömək edənlər atasının sadiq dostları idi. Xəbərin feillə mi ifadə olunub? Yox, atıram. Bu gənclər xalqın gələcəyidir. Xəbərin feillə mi ifadə olunub? Xeyr, söz birləşməsidir. Uşaqların şən qəhqəhələri uzaqdan eşidilirdi. Nə edilirdi? Eşidilirdi. Aha, xəbərin feillə ifadə olunub. Mübtədam söz birləşməsidir. Nə eşidilirdi? Uşaqların şən qəhqəhələri. Bəli, mübtədamda söz birləşməsi. Cavab da budur. Şairlər çəkəni dağlar çəkməyib. Nə edib çəkməyib? Nə? Dağlar. Mübtədamın söz birləşməsi yox, isimdir. Ona görə də bunu da çıxırıq. Çox asandır həqiqətən də. İnşallah bu ildə elə olacaq. Narahat olmayın. Daha sonra 35-ci suala birinci baxaq. Deməli, hansı cümlədə ismi birləşmə ilə ifadə olunmuş həmcins təyinlər var? Deməli, bax, sualı oxuyuram da imtahanda oturmuşam və diqqətlə baxmalıyam. Deməli, məndən həm həmcins təyin istəyir, həm nə istəyir? Həm də ismi birləşmə ilə ifadə olunsun deyir. Rəhman gətirdiyi meyvələri, bişmiş yumurtaları, qızardılmış toyuqları stolun üstünə qoymuşdu. Nə etmişdi? Qoymuşdu. Kim? Rəhman. Mütləq birinci xəbəri tapırsınız. Və uşaqlar, mütləq sintaksə aid sual düşəndə həmişə ən birinci. Yəni, istər söz birləşməsi olsun, istər sintaktik əlaqələr olsun. Yəni, sintaksə aid sual düşübsə, məsləhətdir ki, sintaktik təhlil edin. Yəni, xəbəri tapın, sonra mübtədasını tapın. Çünki bununla əlaqəli olur. Nə etmişdi, qoymuşdu? Kim? Rəhman. Rəhman nəyi qoymuşdu? Meyvələri. Nəyi qoymuşdu? Yumurtaları. Nəyi qoymuşdu? Toyuqları. Haraya qoymuşdu? Stolun üstünə. Hansı meyvələri gətirdiyi, hansı yumurtaları bişmiş, hansı toyuqları qızardılmış. Baxıram, mənə lazım idi həmcins təyin olsun. Bunlar həmcins təyin deyil. Niyə? Çünki həmcins olması üçün eyni cümlə üzvünə aid olmalıdır. Bu eyni cümlə üzvünə aid deyil, axı bunun öz aid olduğu cümlə üzvü var. Bunun öz aid olduğu cümlə üzvü var. Ona görə çıxıram. Övladından doymayan, bircə balasının uğurlarına sevinən ana sevincindən ağlayırdı. Nə edirdi? Ağlayırdı. Kim? Ana. Nə səbəbə ağlayırdı? Sevincindən. Hansı ana övladından doymayan, hansı ana bircə balasının uğurlarına sevinən? Aha, deməli, həmcins təyinlərim var, amma mənə deyir ki, ismi birləşmə ilə ifadə olunsun. Bu feil sifət tərkibidir də, ona görə çıxıram. Baxışlarından dalğa-dalğa, bulud-bulud heyrət yağır. Nə edir yağır, nə heyrət? Necə? Bulud-bulud. Necə? Dalğa-dalğa. Bu mürəkkəb sözdür, uşaqlar. Mürəkkəb sözlərdə söz birləşməsi deyil, ona görə çıxırıq. Bizə isim birləşmə lazımdır. Hamının sevimlisi, uşaqların dostu poçtalyon verilişin ilk qonaqlarındandır. Nədir? Kimdir? Verilişin ilk qonaqlarındandır. Kim? Poçtalyon. Hansı poçtalyon? Uşaqların dostu. Hansı poçtalyon? Hamının sevimlisi. Həmcins təyinimi tapdımmı? Tapdım. İsmi birləşmə ilə ifadə olunubmu? Olunub. Elə cavabım D variantıdır. Bu arada burada vergül, ümumiyyətlə təyinlər arasında əgər vergül varsa, həmcins təyinlərdir. Vergül yoxdursa, qeyri-həmcins təyinlərdir. Bu da ağlınızda olsun. Daha sonra uzunboy suyu şirin. Burada artıq təyinləri görürük, amma yəni bunlar mürəkkəb söz, isim birləşmə deyil. 36 çox rahat sualdır. Modal sözlərə aid sualdır. Baxın, verilmiş cümlədə danışan ifadə etdiyi fikir münasibət nəzərə alaraq ardıcılı müəyyən edin. Yəqinlik nəticə fikir mənbəyi bənzətmə. Sanki nədir uşaqlar? Siz deyin. Bənzətmə, bəli, dediyinizdə eşidər kim oldu? Ümumiyyətlə nə bildirir? Nəticə, ümumiləşdirmə. Düzü, buranın çapıq qaya olduğunu bilmirdim. Düzü, doğrusu, şəksiz, şübhəsiz, təsdiq, yəqinlik. Məncə, mənim fikrimcə, fikrin mənə aid olduğu, yəni fikrin mənbəyi. Ardıcılıqla da düzərsiniz artıq. Daha sonra, deməli, burada nəyi soruşur baxaq? Hansı cümlədə iki söz yazılışından fərqli tələffüz edilir? İki söz yazılışından fərqli tələffüz edilsin. Aşağısını qaraladıq, İki söz fərqli tələffüz olunsun. Tamam. Lahıc meşələrində ayı çoxdur.
Burada lahı ç kimi oxunacaq. Niyə? Çünki özündən sonra samit gəlib. Çoxdur. Biz bilirik ki, şəxs xəbərli şəkilçisi dur olanda nə olur? R-nın biri düşür. Çoxdur. Elə burada 2 fərqimiz oldu. Cavab A variantı olacaq. O birislərə baxıram. Tülkü çox hiyləgər heyvandır. R-sı düşür. 1 fərq. Təndir çörəyi dadlı olur. 2 fərq. Daha doğrusu burada 1 fərq. Qəbələ qədim tarixə malikdir. Burada da 1 fərq. R düşür. Südü pendiri bol qaymaqlı çoban. Burada da qaymaq olur. Burada da 1 fərq. Ona görə də cavab A variantıdır. Sonra 38. Hansı cümlədə əmr şəklində olan feil işlənmişdir? İstəmədim görüşə bu gün mənimlə. İstəmədim. Mən burada nə görürəm? Zaman şəkilçisi, düzdürmü uşaqlar? Zaman şəkilçisi gördüksə bu xəbər şəklindədir, düzdür? Və burada baxırıq ki, görüşə mənimlə, kaş görüşə. A əni şəkilçisi idi, arzu şəklinin şəkilçisi. Ona görə də bu arzu şəklindədir. Bundan işim yoxdur. İstədiyim kimi edəcəyəm. Bu feili sifətdir. Buna baxmıram. Edəcəyəm. Zaman şəkilçisi var. Əlbəttə ki, çıxıram. Xəbər şəklindədir. İstəmirəm. Xəbər şəklindədir. Zaman şəkilçisi var. Yad qayada bitim mən. Baxın, mən bitim. Görürsünüzmü? Şəxs sonluğu və əmr şəklindədir. Cavabımız C variantıdır. İstəyərdim. Zaman şəkilçisi var. Xəbər şəkli. Ütüləyəsən. Kaş ütüləyəsən. Səhv yerə işarə elədim. Burada yaxşı, burada yazam. Ütüləyəsən. Ütü kök, ütüləmək, kaş ütüləyəsən. Bax, arzudur. Arzu, bu da şəxs sonluğu. Bu da olmadı. İstəyirəm, indiki zaman mənalıdır. İndiki zamandadır daha doğrusu. Bu da xəbər şəklindədir. Görəm səni, kaş görəm. Gör kök. A, arzu şəkilçisi, M, şəxs sonluğu. İşte qrammatik. Daha sonra Çinin işləmə məqamlarına əsasən düzgün ardıcıllıq müəyyən edir. Uşaqlar, Çin ilə bağlı çox rahat qısa taktika demişdim sizə. Nə demişdim? Sizə demişdim bu arada videoda. Bilmirəm. Demişdim deyəsən. İki cümlənin ortasında, əgər xəbərdən sonra gəlibsə, bağlayıcıdır cümlənin ortasında. Digər hallarda ədatdır. Cümlənin sonunda isə həmişə ədatdır. İndi baxaq. Sən ki belə deyildin. Baxıram ortada gəlib, xəbərdən sonra gəlməyib, ədat. Daha sonra arzum budur ki, əlbəttə ki, bağlayıcı. İndiki vəziyyət, sifət üzərindən leksik şəkilçi. Ədat bağlayıcı, leksik şəkilçi. A variantı. Birində say işlənmişdir. Çox çətin sualdır. Uşaqlar, sayı seçmək məndə çox çətindir. İndi baxın görək kim seçir. Məncə tez seçməyə can ataq. Say işlənmişdir. Məruzəsi çox danışmadı. Hərəkət aid olduğu üçün zərfdir. Çox adam bu işlərdən xəbər tutmaya belə cavab B variantıdır. Çünki ismə aiddir. İsmin nə qədər olduğunu bildirir, saydır. Burada xeyli məsləhətləşdilər, hərəkətə aiddir, zərfdir. Az getdi, üz getdi, burada da hərəkətə aiddir, zərfdir. Az olsun, yaxşı olsun, az olmaq, yaxşı olmaq feildir. Etmək, eləmək olmaqla bir yerdə feilin içində işlənib, yəni feil. Vəssalam, görürsünüz qrammatika sualları necə rahatdır. İndi gələk mətn suallarına. Uşaqlar, mətni özünüz ekran şəklini çəkib birinci istəsəz oxuya bilərsiniz. Oxuyandan sonra da bizlə bir yerdə davam edə bilərsiniz. Amma deyəsən, mən də unutmuşam mətni. Dən yada salaq. Qədim zamanlarda biri ata ilə oğul yaşayırmış. Ata istəyir ki, oğlu savadlı olsun, bir peşəyə yönəlsin. Oğul təhsil almaq istəmirdi. Yadıma düşür, hə. Bu da atanı narahat edirdi. Bir gün oğluna bir kitab verir və bu kitabın içində böyük bir xəzinəni tapır. Təzəliklə uşaqlarımla işləmişik. Amma yenə də biraz unutmuşam sanki. Onu sənə əmanət edirəm. İnanıram ki, xəzinəni tapacaqsan. Bir müddət sonra ata dünyasını dəyişir. Dərin savada malik olan oğul atasından qalan mal-mülkü satıb xərcləyir. Heç nəyi qalmadıqda qərar verir ki, kitabdakı xəzinənin yerini öyrənsin. Kitabın əvvəlində yazılmışdı ki, xəzinəni tapmaq üçün kitabı axıra qədər oxumalısınız. Əgər əvvəlini oxumamış axırına keçsəz, xəzinəni bir dəfə itirəcəksiniz. Uzaq bir ölkədəki xəzinədən danışılırdı. Farsca, ərəbcə olurdu. Bu da gedir, fars ərəb dilini öyrənir, sonra hind dilini öyrənir. Bir neçə dil bilir. Sonra iqtisadiyyatı, ticarəti öyrənir. Sonra qiymətli daşlardan söhbət gedir. Zərgərlik sənətinə də öyrənir. Sonra başqa ölkələrdə daşqaş ticarətinə başlayır. Kitabı oxumağa davam edir. Xəzinənin yerini öyrənməyə çalışır. Və şöhrəti ölkəyə yayılır. Padşah onu çağırıb vilayətin valisi təyin edir. Sonra da kitabın digər hissəsində səma cisimlərindən danışılır. Əkinçiliyi inkişaf etdirməyə kömək edib. Çox keçmədi ki, onun vilayəti ölkədə ən zəngin məkana çevrilir. Padşah gənci yana çağırıb baş vəzir elan edir. Kitab artıq sona çatmışdı. Əlləri əsə-əsə son səhifəni çevirdi. Orada bircə cümlə yazılmışdı.
Uşaqlar, bu arada bir şey deyim ki, imtahanda mətni oxuyanda nə edirsiniz, taktikamız nədir? Həmişə şagirdlərimə də öyrətdiyim, mətni birinci çox diqqətlə oxumağımız önəmlidir. Əgər mətni yola verdi oxumasanız, diqqətlə oxusanız, 10 sualın cavabı da hazır olmuş olacaq. Biz bunu təzəliklə işləmişik deyə mən tələs yoxdur, yadıma salmaq üçün. Amma siz yəni diqqətli şəkildə oxuyursunuz və qəşəng cavablandırırsınız. Deməli, getdik. Birinci sualda deyir ki, mətndə tünd qara hərflərlə verilmiş söz hansı cümlədə mətndəkinə fərqli mənadadır? Uşaqlar, işarə eləməyəcəm cavabları. Elə gəlin şifahi şəkildə işləyək. Həm video çox uzun olmasın deyə, silib qaytarmaq çətin olur deyə. Kitabın birinci hissəsində uzaq bir ölkədəki xəzinədən danışılır. Uzaq ölkə həqiqətən uzaqdır da. İndi bizə deyir ki, mətndəkinə fərqli olsun. Danışılan məsələyə uzaq qalsa da, məsələyə uzaq qalmaq, kilometrdə uzaq qalmaq əlbəttə ki, məcazdır. Elə A variantı olacaq. Fərqli mənadadır. İmtahanda da diqqət yetirin. Fərqli soruşur. Babam Azərbaycanın uzaq bir məkanında məskən salmışdı. Həqiqətən uzaq məkandır. Uzaq məktəb həqiqətən uzaqdır. Uzaq bir yer yenə həqiqidir. Dəmir yolundan uzaq yenə həqiqidir. Cavabımız A variantı imiş. Mətnə əsasən son abzası tamamlaya bilməyən cümlə, son abzası yada salırıq. Orada bircə cümlə yazılmışdı. Deməli, sən artıq axtardığın xəzinəyə sahibsən, olar. Bu illər ərzində sən dünyanın ən zəngin xəzinəsini əldə etdin, olar. Yəni, bilik əldə etdin demək istəyir. Axtardığın xəzinə sənin elmin və biliyində olar. Tapacağın xəzinə əldə etdiyin bilikdən üstün olacaq. Xeyr, elə əsl xəzinənin biliyinin olmasını göstərməyə çalışırdı. Ona görə də D variantı yanlışdır. Cavab elə D-dir. 43-də xəzinəyə sahib olacağı üçün qarşısına çıxan maneələri problem hesab etmirdi cümləsi. Mətnin neçənci abzasına uyğundur? Qarşısına çıxan maneələr o dil öyrənmə və iqtisadiyyatı öyrənmə hissəsidir. Farsca dil öyrənir 4-cü abzas. Bir də iqtisadiyyatı öyrənir. Yəni qarşısına çıxan maneələr, başqa dillər çıxır deyə onları öyrənməyə başlayır. 4-5 olacaq. Elə 4-5-dir, bəli. Mətn deyəsə uyğun fikir soruşur. Maddi qazanc mənəvi zövqdən daha dəyərlidir, yox. Elmsiz olduğunu bilməyin özü də bir növ elm sahibi yox. Bilikdən daha zəngin xəzinə yoxdur. Bəli, cavabımız C variantıdır. Şagird deyəsən C-ni yazıb, sonra qaralayıb yeni yazıb, amma əslində elə birinci yazdığı doğruymuş. Çünki bilikdən daha zəngin xəzinə yoxdur. Yəni mətnə belə suallarda mətnə geri dönüb bir dənə baxın. Yəni mətn bizə nə öyrətməyə çalışır? Mətnin adı belə xəzinə idi, səhv eləmirəmsə. Yəni əsl xəzinənin bilik olması ideyası irəli sürülürdü. Deməli elə ona görə də C variantı olacaq. 45-də mətndəki obrazlara əsasən uyğunsuzluq. Ata oğlunun savadlı bir olmasını, bir peşəyə sahib olmasını istəyirdi. Bu doğrudur. Oğul müxtəlif dilləri, elmlər, peşələr öyrənir ki, zəngin biliyə yiyələnsin. Xeyr, oğulun məqsədi zəngin biliyə yiyələmək deyil idi. Oğulun məqsədi xəzinəni tapmaq idi, varlanmaq. Yəni pula görə, qarşısına çıxan maneələri də pula görə dəf eləyirdi. Ona görə də elə B variantı yanlışdır. Elmi öyrənmək üçün yox. Amma xırda elmi öyrənir, atasının məqsədi olur. Əvvəldə hansı işarə qoymuş cümlədəki fikir mətnin birinci abzası ilə ziddiyyət təşkil edir? Birinci abzasına baxaq. Burada nə demişdi? Deməli, ata oğlunun savadlı olmasını. Deməli, bu təhsil almaq istəməyən bir gənc olaraq deyilir. İnanıram ki, xəzinəni tapacaqsan, burada bir ziddiyyət görmürük. Dərin savada malik olan oğul atasından qalan mülk malı. Budur elə cavab, bəli. Dərin savada malik olan. Axı, nə oldu? Girişdə deyir ki, savadı olmurdu, savadı yox idi, istəmirdi təhsil almaq. Burada da deyir ki, dərin savada malik olan. Ona görə cavabımız kvadratdır. Bu da çox rahat sual imiş. 47-ci sualda mətndə çərçivədə verilmiş söz əsasən qiymətli daşlardan söhbət gedir. Qiymətli daş cümlədə oxumaq lazımdır. Sonraki səhifələrdə qiymətli daşlardan söhbət gedir. Həqiqi mənadadır. Həqiqini seçirəm 1. Bunun içine atıram. Qarşılığı nədir? Qiymətli daş nədir? Yəni dəyərli daş 1, 4. Elə düz olur deyəsən. Kontekstə görə mənası baha olan. Bəli, 1, 4, 5 cavab. Çox lazımlı? Əlbəttə ki, yox. Burada maddi cəhətdən qiymətli daşdan söhbət gedir. Elə 1, 4, 5 olur. 48-də mətnə əsasən cədvəldəki uyğun fikirlər doğrudur, yanlışdır. Kitab bir hissədən ibarət idi. Kitab bir hissədən ibarət deyil idi. Növbəti hissə yazılmışdı orada. Növbəti hissəyə keçirdi. Bu səhvdir. Gəncin kitabı axıradək oxuması onun xəzinəni tapmaq niyyətindən irəli gəlirdi. Bəli, doğrudur. Bunu götürdük, 2-ni götürək. 2 olanları saxlasaq.
Yanlışın altına yazıb kitabdakı məlumatların müxtəlif dillərdə olması gənci həmin dilləri öyrənməyə vadar. Bu doğru fikirdir, amma yanlışın altında yazıb səhvdir. 3-ü götürməliyik, 3-ü də çıxdıq. Gəncin xəzinənin yerini tapacağına inamı yox idi. İnamı var idi ki, çalışırdı. Səhvdir, amma səhvin altında verib düzdür, 2-4 olur. 49. Mətndəki oğul obrazının xarakterinə aid 2 xüsusiyyət yazın. Bəli, elə inadkar yazmaq olar, Həgir düz yazıb. İnadkar yaza bilərik. Daha sonra təhsilə meyilli olmayan, ilk əvvəllərdə ümumiyyətlə təhsilə meyilli olmayan yazmaq olar. Biliksiz yazmaq olar. Daha sonra amma bir o qədər də pula görə olsa belə əzmkar yazmaq olar. Çünki yəni qarşına çıxan maneələri dəf eləməyə çalışırdı. Bunun özü də bir əzmkarlıqdır əslində. Yəni inadkar ən birinci, bir də əzmkar yazmaq olar. Daha sonra üzərində rəqəm qoymuş sözləri mətnin ifadə etdiyi mənada fərqli mənada cümlədə işlədin. Üzərində rəqəm qoyulmuş sözləri fərqli mənada işlədin. Hind dilinə keçdi. Bu yazılar Hind dilinə keçdi. Məcazidir. Mən bunu fərqli mənada həqiqi işlədə bilərəm. Məsələn, o babası ilə yolu keçdi. Bu ola bilər. Daha sonra gənc çörək pulu qazanmaq üçün tərcüməsi. Çörək pulunu həqiqətən qazanır. Həqiqi mənadadır. Məcazi mənada deyə bilərik ki, məsələn, o imtahanda, 9-un imtahanında uğur qazandı. Buradan da sizə bir müsbət enerji. Daha sonra bir də zəngin məkana çevrildi. Məcazidir də çevrildiyini görmürük. Həqiqi mənada nə deyə bilərik? Məsələn, məsələn, top tərsinə çevrildi demək olar. Və bununla da mətnimizi bitirdik. Görürsünüz necə rahat imiş. Daha sonra velosiped Niderlandda nə gətirdi? Bunu da bir deyəsən oxumağa ehtiyac var. Bu arada dərsim var uşaqlar. Amma mən dedim ki, o 9-lara o video çəkiləcək. Çünki demişdiniz. İnşallah gecikmərəm. Bunu da tez deməyə çalışaq. Niderland Qərbi Avropada kiçik, lakin əhalinin sıx məskunlaşdığı bir ölkədir. Hər iki adamdan birinin avtomobil var. Buna baxmayaraq velosiped sürmək burada dünyanın heç bir yerində olmadığı qədər populyardır. Niderland velosiped sürmək sağlam həyat tərcih etmək üçün çox əlverişlidir. Velosiped nəqliyyatının 27%-ni təşkil edir ki, bu da ölkəni həmin sahədə dünya birincisi edir. Bəs Niderlandlılar velosipeddən istifadənin belə populyarlaşmasına necə nail olublar? 1960-cı illərdə Niderlandda avtomobillərin istifadəsi əhəmiyyətli dərəcədə artmışdı. Şəhərlər tıxac, çirklənmə, həyat səviyyəsinin aşağı enməsi, yol qəzaları ilə mübarizə aparmalı olurdu. Nəticədə hökumət velosiped sürmənin populyarlığını artırmaqla tıxacları azaltmaq yolunu seçdi. Daha sonra avtomobillərin şəhər mərkəzinə girişini məhdudlaşdırmaq üçün şəhərdə parklanma xərcləri artırıldı, velosiped yolları çəkildi və avtomobillərin hərəkət zolaqları daraldıldı. Velosiped sürməyə təşviq edən təbliğat aparıldı. Əksər şəhər yollarında avtomobillərin sürət həddi 30 km/saata endirildi. Milyonlarla avro sərmayə qoyuldu. Daha sonra indi Amsterdam şəhərində velosipedlə hərəkət avtomobillə müqayisədə 10% daha sürətlidir. Mütəmadi baş verən yol nəqliyyat qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Ətraf mühit daha az zərərə məruz qalır. Əhəmiyyətli dərəcədə azalıb, ətraf mühit daha az zərərə məruz qalır. İqtisadi gəlir xərclərinin qat-qat yuxarıdır. Niderlandda uşaqlar 2 yaşında velosiped sürməyi öyrənir. Sosial təbəqələrin nümayəndələrinin hər biri velosipeddən istifadə edir. Direktor Kral 17 milyon nəfərə 23 milyon velosipedin düşdüyü ölkədə yüksək gəlirli insanlar aşağı gəlirlərdən, qadınlar kişilərdən daha çox velosiped sürürlər. Niderlandda ildə təxminən 1 milyon insan velosipedlə tətilə gedir. Oxşar inkişaf səviyyəsinə malik ölkələrlə müqayisədə. Burada insanlar artıq çəkim, ürək-damar xəstəliklərindən daha əziyyət çəkirlər. Niderlandlılar hesab edir ki, velosiped sürmək insanda xoşbəxtlik və azadlıq hissi yaradır. Avtomobil sürmək isə stres gətirir. Beləliklə velosiped nəqliyyat sıxlığını aradan qaldırmaqla vaxt itkisinin qarşısını alır. Bu nəqliyyatın inkişafına sərf edilən hər qəpik fayda gətirir insanların rifahına və azad yaşayışına məsələn səbəb olur və yaxud da rifahına və məsələn rahatlığına səbəb olur. Bax bu şəkildə tanımlamaq olar. Əvvəldə tutacaq şəxs qoymuş abzasın son cümləsi ola bilər. Ətraf mühit daha az zərərə məruz qalır, iqtisadi gəlir xərclərdən qat-qat yuxarıdır. Əlbəttə ekoloji problem yaşamaq yox. Müəyyən illərdə Niderlandda avtomobil daha populyar olub yox. Deməli Niderlandda hökumətin gördüyü tədbirlər nəticə verib. Onlar nəticə verib ki, daha az zərərə məruz qalıb, iqtisadi gəlir xərclərdən qat-qat yuxarıdır. Bəli, C variantıdır. Niderlandlılar istirahətə yalnız avtomobillə gedir, ora nə əlaqə? Ümumiyyətlə, müasir dövrdə Niderlandda insanlar avtomobillərdən tamamilə imtina ediblər. Ümumiyyətlə, yanlışdır.
Mətnin əsas hissəsinə aid doğru plan, əsas hissəsinə aid, bax imtahanda da diqqətli olun, doğru plan, məcburilik və könüllülük prinsiplərinə əsaslanan tədbirlər. Bəli, təbliğat aparırdılar ki, insanlar məcbur olub velosipedi seçsin. Məsələn, avtomobil sürətini azaldırdılar, yol keçidlərini daraldırdılar və s. Amma həm də könüllülük də var idi. İnsanlar xoşbəxt olmaq üçün, daha az stres çəkmək üçün də velosiped seçirdi. Biri götürmək olar. Velosipeddən istifadə edənlərlə avtomobil istifadəçilərinin eyni sayda olması. Xeyr. Velosipedlərin parklanma qiymətlərinin uzlaşdırılması. Velosipedlərin parklanma qiymətinin uzlaşdırılması. Burada parklanma xərcləri artırıldı. Avtomobili deyirdi artırıldı. Burada belə bir şey yazmayıb, səhvdir. Ekoloji cəhətdən zərərsiz nəqliyyat növü, bəli, bu da velosipedə aiddir. Cavabımız olacaq 1-4. B variantı. Mətndə altına xətt çəkilmiş söz hansı nömrədə kontekstdəki mənasına uyğun işlənib? Həyat səviyyəsinin aşağı enməsi. Döyüşdə rəqib tərəfindən başının güclü zərbə indi yox. Nəhayət təyyarə təhlükəsiz şəkildə endi yox. Uşaqlar əllərində tilov çaya endilər yox. Nəbiyəm enmərəm sultana yox. Tədris prosesi doğru təşkil edilməsə, şagirdlərin nailiyyət göstəriciləri enər. Həyat səviyyəsi enər, nailiyyət göstəriciləri enər. Yəni statistikası aşağı düşər mənasındadır. Tam olaraq Y variantıdır. 54-də mətndə boş çərçivənin yerinə hansı cümlə əlaqəsi pozulmaz. Mikrofonumuzun zayatkası bitdi. Bəli uşaqlar. Kadr arxası olaraq. Amma mən davam edəcəm. Ümid edirəm səsim gəlir. Daha sonra deməli harda qalmışdıq? Amma mən yüksək danışıram məncə. Çünki mikrofonsuz deyəsən səs çox aşağı gəlirdi. Uşaqlar qışqır burada. Yaxşı, deməli harda qalmışdıq? Mətndə boş çərçivənin yerinə hansı cümlə artırılsa, fikirlərin əlaqəsi pozulmaz. Boş çərçivənin yerinə azadlıq hissi yaradır. Sonra nə? Avtomobil sürmək isə stres gətirir. Niderland avtomobillərin etibarlılığı, rahatlığı, ətraf mühitə uyğunluğu ilə bütün dünyada məşhurdur. Yox. İnsanın təmiz havada mənzərədən həzz almağa və idmandan faydalanmağa imkan verir. Azadlıq və xoşbəxtlik hissi yaradır. Olar. Avtomobillərdən havaya buraxılan qazlarla ekoloji problemlərə səbəb olur, o hissəyə uyğun deyil. Utrecht şəhərinin sakinləri velosiped sürməyə dayanır. Yox. Əsas yolların kənarında sadəcə. Bəli, B variantıdır. Çünki burada xoşbəxtlik və azadlıq hissi, velosiped sürməyin xoşbəxtlik və azadlıq hissi gətirməsindən danışır. Elə bu da tam olaraq ona uyğundur. Daha sonra 55-də mətndə bu məlumat var. Niderlandda istifadə edilən velosipedlər ölkənin özündə istehsal edilir. Belə bir şey yoxdur, səhvdir. Əvvəllər Niderlandda yol qəzaları çox olub, doğrudur. Velosipeddən kütləvi istifadə iqtisadi gəliri artırıb, bəli. Burada haradaydı? Doğrudur, 2-3. Niderlandda velosipeddən istifadənin artırılması böyük xərc hesabına başa gəlmişdi. Var, neçəsə 1000 euro qoymuşdular. Bu var, amma bunu yoxmuş göstərib, səhvdir. Erkən yaşlardan velosiped sürməyi uşaqlara öyrətmək üçün Niderlandda xüsusi məktəb fəaliyyət göstərir. Erkən yaşdan öyrədilir 2 yaşdan, amma yoxdur ki, belə bir məktəb var, yoxsa yox. Mətndə belə bir məlumat yoxdur, elə yoxun altına götürürük. 2-5 saat D variantı olur. Mətndə üzərində rəqəm yazılmış sözləri müvafiq olaraq hansı ifadələrlə əvəz etmək mümkündür? Üzərində rəqəm yazılmış sözlərdən birincisi, deməli, məskunlaşdığı ölkədir, yerləşdiyi ölkədir, olar. Populyardır, geniş yayılmışdır, bu da olar əslində. 3 sanı, məhdudlaşdırmaq, sıxlaşdırmaq düz gəlməz, qazanc xərclərini yox, bunu götürməliyik, hələ ki 1-2, sonra 4 ana, 4 görmüş. Parklanma xərcləri, parklanma qazancları olmaz axı, bu da deyil. Sonra 5-də isə sərf edilən, inkişafına sərf edilən hər qəpik, xərclənən hər qəpik, bəli, 1-2-5 Y variantı doğrudur elə. Şagird düz yazıb. Mətn əsasında hansı sual cavablandırma olmaz? Niderlandda avtomobillərin sürət həddi nə üçün endirildi? Velosipedə görə təbliğat aparırdılar. Qadınların kişilərdən daha çox velosipeddən istifadə etməsinin səbəbi nə idi? Orada yazıb qadınlar daha çox istifadə edir, amma niyəsi yazılmayıb deyə, elə bu olacaq. Bu sualın cavabı yoxdur. Dünyada velosipeddən ən çox istifadə edən ölkə Niderland. Velosipeddən istifadə edən Niderlandlıların münasibət necədir? Xoşbəxt hiss edirlər. Niderlandda hansı sosial təbəqənin nümayəndələri? Orada yazmışdı kral, nazir, direktor, hamısı. Mətndə əsasən proseslərin ardıcılığı, avtomobillərin hərəkət zolaqlarının daraldılması, vaxt itkisinin qarşısının alınması,
Avtomobillərin şəhərlərdə yaratdığı problemlər, Niderlandda avtomobil istifadəsinin artması. Ən birinci, avtomobil istifadəsinin artması 4. Sonra avtomobillərin yaratdığı problemlər 3. Daha sonra avtomobillərin hərəkət zolaqlarının daraldılması 1. Sonra da vaxt işinin qarşılanması 2. Düz yazıb bunda şagirdimiz düzdür. Və 59. 5-ci abzasdakı məlumatlardan nəticə çıxaraq klaster tamamlayın. Bu klaster çox təəssüf ki, əlimizdə yoxdur. Mənim də yadımda deyil keçənki şagirdlərimdən. Ona görə də bunu bilmirik. 60-da mətn əsasının nəticəsinin nöqtələrin yerinə. Elə bayaq dedik, insanların rifahına və rahatlığına, azadlığına, xoşbəxtliyinə, bu kimi şeylərini yazaraq tamamlamaq olar. Belə gənclər, videomuz bu qədər idi. Özünüzə yaxşı baxın. Hər birinizə uğurlar, hər birinizin xoş xəbərlərini gözləyirəm. Şans sizdən yana olsun inşallah. Hər biriniz istədiyiniz nəticəni, istədiyiniz rəqəmi ekranlarda görərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik. Hələlik.